Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ. Sadaqallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri bu güzel bayram gününde ve hem de cuma gününde Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane arzum budur ki Allah Teala bizim ibadet ve itaatimizi âli derecede kabul eylesin. Allah'a and ve celalı ve azameti hatirine Kurban Bayramı münasibetiyle fırsetten istifade ederim. Bütün dünya Müslümanları ve siz azizlerimi samimi kalpten tebrik ederim. Ve arzum da Allah'tan budur ki Allah Teala bizim bu bayramımızı ahırıncı karar vermesin inşallah. Allah'ım and veririm seni celal ve izzetin hatirine. İlahi bugüne kadar səhvimiz, günahımız var. Onların bağışlanmasında bizlere kömək ol ki. İlahi bayramı bayram kimi keçirtmək ve sen necə bizim için istəyirsənsə, Müslüman alemi için, ümməti için istəyirsənsə, o cür olmasını bizim her birimize kısmet karar ver ki. İlahi bu bayram gününde o insanlar ki hansı şövq ilə gəliblər Allah evine, senin evine ya Rabbim Allah. İlahi onların duaları var, onların istekleri var, onların hacetleri var. Hacetlerin rava olmasında her birine kömək ol ki. İlahi ülkemize güc kat ki. İlahi sana an verim izzet celalın hatirine Müslümanların gücünü gün be gün artır ki. İlahi Müslüman düşmanların dünyada Müslümanlardan onların şerrin uzak karar ver ki. İlahi sana an verirəm izzet ve celalın hatirine ülke ve vatan için canını feda eden şehitlerimiz var. Onları gani rahmet karar ver ki. Ailelerine sabır ver ki. İlahi yaralı gazilerimiz var. Onların şifaya ihtiyacı var. Hiç yoktan onlara şifa ver ki. İlahi onların ruzilerin bol karar ver ki. Bugün aziz bir gündür. Kurban bayramını biz deyirik. Kurban. Aslında Eidül Azhadır. Kurban yaxınlaşmaq mənasındadır aslında. Yani yaxınlaşmaq kimə? Rəbbinə yaxınlaşmaq, haqqa yaxınlaşmaq. İnsan ədalətə, Allah'ın buyurduqlarına yaxınlaşmaq mənasındadır. Ama əzha pisliklərdən uzaq olmaqdır, çəkinməkdir deməkdir, fəda etməkdir. Yəni Allah əmri Eidül Əzha deyiləndə, yəni hər bir şeyi Allah üçün etmək mənasındadır. Allah əmr edir ki, ey müsəlmanlar, yığışın mənim evimə. Bu da Hazreti İbrahim aleyhissalatu vesselamın zamanından qalıb. Allah müteal Hazreti İbrahimlə İsmail'i imtihan etti. İbrahim aleyhissalatu vesselamın koca bir vaxtında Allah Teala İbrahim'e evlad verdi. İsmail'i verdi. İsmail'i verenden sonra emretti Allah Teala İbrahim'e ki apar onu o yerde koy. İbrahim aleyhisselam lebbektir Rabbine ve götürür hem Hazer'i yani İsmail'in anasın ve İsmail'le beraber o yere aparır ki o yerde yaşam için yani insanın yaşayışı için ne kölgeliği vardı, ne yemek vardı, ne komşu vardı, ne insan vardı, ne yaşıllıq vardı, ne bir ağac vardı. Onları oraya koyandan sonra qaydanda bir daha öz övladına ve hayat yoldaşına bakır. Deyir ki, Pərverdigar-ı aləm, sen əmr etdin, mən gətirib qoydum ailəmi ora. İlahi, mən elə bir yerə ailemi koydum ki, körpe balamı koydum ki, orada yaşayış için bir şey yoktur. Yani oranın coğrafi mühiti yaşamak için elverişli değil. Ne orada su var, ne yemek var, ne yaşıllıq var, ne ağac var. İbrahim Aleyhisselam bu sözleri Rabbine diyende meğer Allah müteal bilmirdi ki orada bunlar yoktur. Yok, İbrahim de onu demek istemirdi. Dedi ilahi bunların hiçbiri burada yoktur. Ama
əmr səndəndir. İlahi, mən canla başla onu etdim. İlahi, mənim sənə bağlılığımın rəmzi və yaxud da ki, zuhuru öz əməlimlə onu gətirib çatdırdım. Övladımı və həyat yoldaşımı o yerə ki, sən əmr etmişdin. İbrahim Aleyhisselam onları qoyub və gedir. Təslimiyyət bax budur. Bəzən insanlar deyirlər ki, Allah Teala İbrahimlə İsmaili imtihana çəkdi. Niyə gərək ki, insanın başı kəsiləydi? Əslində hər cür Allah Teala hər bir formada insanı imtihan edir. Hərəmizi müxtəlif formada imtihan edir. Həzrəti İbrahimlə də İsmaili o cür imtihan etdi. Məqsəd orada insan başı kəsmək deyildi. Məqsəd Allah əmrinə itaət etmək idi. Təslimiyyəti bildirmək idi. Allahım, sən mənə əmr edirsən ki, namaz qıl, baş üstə. Allahım, əmr edirsən ki, ailəvi aparqla elə bir yerə qoyqla ki, orada yaşam üçün heç bir imkan yoxdur. Mənim övladlarım digərləri baxanda o cür baxırlar. Övladım və ailəm orada tələf olacaqlar. İlahi, əmr etmirsən, təslimiyyətim odur ki, ailəmi aparıb ora qoyuram. Rəbbim, Xaliqim, mənə əmr edirsən ki, mən imtihan üçün, təslimiyyətim üçün İsmaili sənin yolunda qurban kəsim, baş üstə. Yəni, məqsəd təslimiyyətdir, əzizlərim. Namaz və ibadət gözəldir. Amma onunla bərabər əməlimizin Allah istəyən bir tərzdə olması daha mühümdür. İnsan gözəl danışa bilər. İnsan gözəl nəsiyyət verə bilər. İnsan hər zaman özü haqqında müsbət düşünür. Özü haqqında həmişə müsbət danışır. Özü haqqında həmişə müsbət rəy sürür insanların içində. Amma əslində məqsəd və amal Allahın istədiyi bir əməldir. Allah Taala'nın istədiyi bir əməl çox zaman bizə sərf etmir. Çox zaman bizə xoş gəlmir. Çox zaman Allahın buyurduğu bizim istədiklərimizə, bu dünyada istədiklərimizə uyğun gəlmədiyi üçün biz ondan uzaq dururuq. Onu kölgəliyirik. Əzizlərim, məqsəd Allah Taala'nın məqsəd və amalı insanı dünyaya gətirib ki, ibadətdə olsun insan. İnsan gözəl danışsın və onunla bərabər əməli olmasın. Etdiklərinə rəğmən Allah'a bu cür vəsf etdiyinə baxmayaraq, amma əməldə tamamən onun əksinə gedir. Danışanda Allah'ın yanındadır, amma əməldə şeytanın yanındadır. Onunla bərabər namaz da qılır, onunla bərabər həccə də gedir, onunla bərabər oruç da tutur, onunla bərabər Allah'tan danışanda gözəl də danışır. Danışanda deyir ki, mənim qəlbim pakdır, Allah bilir. Başa düşmür ki, bir zaman gələcək ki, o sənin danışan dilin danışa bilməyəndə, görən gözün görməyəndə və sən Allah'ın əmri ilə, Allah Taala'nın buyurduğu ilə, Əzrailin vasitəsilə sənin ruhun, qəlb, sənin bədənindən çıxandan sonra bir hesab var. O hesab günü neynəyəcəksən? O ki, Qur'an buyurur ki, Allah Müteal əmr edər, o danışan dilimiz lal olacaq hesab üçün. Amma Allah Teala əzalarımıza əmr edər, əzalarımıza, dərimizə və sümüklərimizə, bədənimizə əmr edər ki, danış. Bax, o zaman necə olacaq? O ki, qurban kəsirik, hər birimiz, kimin ki imkanı var, Allah Teala onu qəbul etsin inşallah. Və olmayanlara da imkan yaransın bundan sonra və onlar da qurban kəsə bilsinlər. Yaxşı olar ki, qurban kəsəndə onu 3 yerə böləsiz. Bir öz payız olsun, digəri isə qohum qonşuya hədiyyə olunsun və 3-cü bir pay imkanı olmayan insanlara. O ki, həqiqətən də bilirsən qonşundadır və yaxud da ki, qohumundadır və yaxud da ki, heç tanımırsan, amma bilirsən ki, bu insan həddindən artıq əziyyət çəkir iqtisadi baxımdan, onun övladlarına və özünə yemək üçün imkanı yoxdur, o payı ona verəsən, nə gözəl olur. Bu, yəni, insani xüsusiyyətlər, yəni insana olan o dəyər və qiymət. Allah Teala istəyir ki, bəndəsi gözəl olsun. Bugün getdim, namaz qıldım və ondan sonra getdim, qurbanımı kəstim və ondan sonra getdim ondan, o qurban payından yedim, qutardım ondan da xeyr. Düşünməlidir, hamımız düşünməliyik. Qurban bayramı nə üçün idi? Niyə olmalıydı bu?
Ne verir bize iller boyu biz tekraren bu işi görməkdə davam edirik. Bunun bize olan xeyri nedir? İnsani xüsusiyyət. Allah Taala'ya təslimiyyətimizi bildirmək. İlahi sənin yolunda mən varam. O ki mən dünən dedim Zilhiccə ayında bir neçə köç, bir neçə karvan yola düşür. Onlardan biri Hazreti Musa aleyhisselam Tur-i Sina'ya çıxır. Məhz Zilhiccə ayında çıxır Tur-i Sina'ya Allahla mükalimə etməyə. İkinci bir karivan da var, ikinci bir dəstə də var. Kimdir onlar? Hazreti İbrahimlə İsmail. İbrahim aleyhissalatu vesselam İsmailin əlindən tutur, Mina dağına çıxır. Bu da Zilhiccə ayında. Üçüncü Zilhiccə ayının əvvəlində xanım Fatimə-tü Zəhra ata evindən, nübüvvət evindən çıxır, evinə, imamət evinə yola düşür. Köçdür. Hamı köçür, gedir. Zilhiccə ayında həcdə olan bütün həcilər ihram bağlayır, mührim olurlar, Mina dağına çıxırlar, əməllərin etməyə, qurban kəsməyə. Amma bir dənə də karivan var Zilhiccə ayında. Məhz Zilhiccə ayının 8-də Əbu Abdillahil Hüseyin, Əlinin oğlu Hüseyin, o da çıxır karivanla bir yerdə 72 nəfərlə Məkkədən çıxır hara? Kərbəlaya tərəf. Baxın, hamı köçür. Allah'a and verirəm İzzət Cəlalı əzəməti xatirinə, ilahi sən burada əyləşənləri, bizləri və bizim ailələrimizi də bu Zilhiccə ayındakı çadaladığım bu insanlar ki köçüblər, bizi də onların cərgəsində qərar ver ki. İlahi biz də qoşula bilək həmən o dəstəyə. İlahi biz də onlar kimi ola bilək ya Rəbbim Allah. İlahi biz də o cür dua etməkdə davam edə bilək ya Rəbbim Allah. İlahi bizi də o ki İmam Hüseyin aleyhisselamın karvanı gedir, biz de onun karvanı ilə beraber gedə bilək ya Rəbbim Allah. O əqidədə ola bilək ya Rəbbim Allah. O ixlasda ola bilək ya Rəbbim Allah. O imanda ola bilək ya Rəbbim Allah. O Allah'ı tanımaqda bizə də qismət elə ilahi pərvərdigar aləm. Bax bu cür olsaq əlbəttə ki Qurban Bayramı o fəlsəfəsi, məntiqi, mənası nədir? Nə istəyir Allah Taala bizdən? Gəldim, namaz qıldım, 2 rükət, haydi tələsim, gedim, qurban kəsim, lazımdır. Amma daha lazımı həm də mübarək gündür, cümə günüdür. Əziz bir gündür. Yığışmışsınız işinizdən, hərəvizin özünüzə görə işləriniz var. Onların hər birini qoyub gəlmişsiniz Allah beytinə 2 kəlmə Allah kəlamını eşidəsiniz. Allah Taala bizim heç birimizi buradan imansız və o ki dualarımız ki var, onların qəbul olunmamış bizi bu qapıdan ayırmasın. Ən əsası budur. Ki biz gəlmişik, yaşımız gəlib bu vaxta çatıb, bu çağa çatmışıq. Hələ ki nəfəsimiz gedib gəlməkdə davam edir, ilahi bu fürsətdir. Bu fürsətdə bizə bağışlanmağı nəsib qərar ver ki. İlahi bu fürsətdən istifadə eləyib qiyamət günündə o ki bizim belimizdə o qədər yükümüz var. O qədər nahaq işlər var. O qədər sən bəyənməyən işlərim var ya Rəbbim Allah. Amma o yükdür. O yüklərin boşalması üçün və təmiz Allah bəndə qabiliyyətini tapmaq üçün bu günlər qoyulub, Qurban Bayramı qoyulub, hacılar hacca gedir, bütün o illər boyu giyindiyi libasın çıxardır, qüsul verir və ondan sonra ihram, yəni o kəfən giyinir ki, ləbbeyk, Allahümmə ləbbeyk, ləbbeyk, Allahümmə ləbbeyk, ya Allahım, mən günahkar bəndəyəm, amma hər nəfs ki var, hər bir insan ki var, o ihramı giyəndən sonra o qapıya ki Allah beytinə ki üzün tutandan sonra, gözləri ki o evə baxandan sonra bu sözləri ki deyir ləbbeyk, Allahümmə ləbbeyk, ilahi mən gəlmişəm də, ilahi günahla dolu idi bütün illərim, əməllərim, amma indi gəlmişəm sənin qapıva. İlahi gəlmişəm ki o günah etdiyim libaslarımı çıxartdım. İlahi qüsullandım, təmizləndim, paşlandım zahirən.
İlahi o ki kəfəndir, ehram bağlamışam, mührümlənmişəm. İlahi mən hazır gəlmişəm. İlahi mənim ruhumu alsan da mən hazıram. İlahi hər nəyim vardısa, övladım vardı qoymuşam. İlahi balalarım vardı qoymuşam. Evlərim vardı qoymuşam. İmkanım vardı qoymuşam. Maşınlarım vardı qoymuşam. Hər nə var isə dünyaya ait mən onları qoyub gəlmişəm. İlahi əmrinlə mən mührümlənmişəm. O kəfəni geymişəm, ləbbeyki deyirəm ki, bari Xudaya mən hazıram. Əgər canımı almaq lazımdırsa bu dəm mən hazıram. Ya Rəbbim canımı al. Mənası budur. Ki təki məni bağışlayasan. Təki qiyamət günündə mən gözü kölgəli olmayayım. Təki qiyamətin günündə Peyğəmbərimin huzurunda, imamlarımın huzurunda, xanım Fatimə Zəhra huzurunda, İmam Hüseynin huzurunda xəcalətli olmayam. Məqsəd budur. İlahi, sənin qapıva gəlməyimin məqsədi, amalı budur. Məqsəd də o olmalıdır, ha? Əgər ondan başqa bir məqsəd varsa, vallahi ki, sən öz puluvu da, vaxtıvı da, xəstələnməyi də bihudə yerə vermirsən. Gərək heç gedməyəydin. Gərək heç mən də gedməyəydim. Amma amal ki var ki, mən bağışlanmaq üçün gedirəm. Biləsən Allahın əzəmətin, Allah Teala nəyə qadirdir. Və onun əzəmətin vəsf eləyəsən və öz kiçiliyi tanıyasan orada. Və bütün Qur'ana nəzər salanda, o ki Qur'an ayələri, əzizlərim, sizlərlə danışırıq və onlarda qissələr ki var, Peyğəmbərlərin qissələri, Peyğəmbərlərin qissələrində Peyğəmbərlərimiz imtihan olunub və o imtihanda necə olurlar onlar, necə kiçilirlər Rəblərinin qarşısında və onlara necə imtihan verilir və o imtihanlardan necə çıxmaq üçün yollar axtarırlar, haqq yolları. İndi görün bizlə Peyğəmbərlərin arasında məsafə nə qədərdir? Yer, göyə nə qədər uzaqdırsa, biz də o qədər uzaqıq. Onların imanı, etiqadı, təslimiyyəti, Allahı tanıması, ibadəti, o yolda necə addımlamaq və bizim əməllərimiz. Bizim əməllərimiz. Ona görə mənim gözəl ağsaqqallar, həmyaşıdlar, cavanlar, sizə qurban olum. Bu birinci mənim özümə aiddir. Və sizlərə də, ana bacılarımıza da, hər bir müsəlmana da, əgər bu gündə, bu neçə dəqiqədə danışdığımda bir şey özümüzdən apara bildiksə və əməllərimizdə bir dəyişiklik eləyə bildiksə və ona qadir ola bildiksə, Allahın izni ilə ki, bu qapıdan çıxanda, namazdan sonra, Allahım, bundan sonra mən başa düşdüm, anladım, bundan sonra bunu etmərəm. İlahi, hər zaman eşidirdim, amma fərqinə varmırdım. İndi gəldim sənin o haqq olan yoluva. İlahi, bu yolda mənə kömək ol. İlahi, hər birimizə kömək ol yine, ya Rabbim. İlahi pərverdigar aləm, sənə an verirəm cəlal və izzətin xatirinə. Mən sizin vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, hər birimiz böyük bir intizarla İstəyirsiniz gelib övladlarınızla, yaxınlarınızla, əzizlərinizlə qurban kəsəsiz. Allah Teala bütün kəsilən qurbanları qəbul etsin. Allah'a an verə izzəti, cəlalı, əzəməti xatirinə Allah Teala bütün müsəlmanlara və bütün dünya müsəlmanlarına və xüsusilə də Azərbaycanda yaşayan müsəlmanlara güc versin. Allah Teala ölkəmizə güc qatsın. Allah Teala bizim dövlətimizi, bizim üç rəngli bayrağımızın əbədi dalğalanmasında, müstəqilliyimizin əbədi olmasında bizim hər birimizə kömək olsun. Və kimlər ki bizim müstəqilliyimizi istəməzlərsə, Allah Teala onların şər xətasının üzerimizdən, Azərbaycanımızdan uzaq qərar versin inşallah. Allah'a an verə cəlal və izzəti xatirinə hər kim ki o cür insanlar var Azərbaycan üçün, Azərbaycan xalqı üçün, bu müsəlman camiyyəsi üçün, bacı və qardaşlarımız üçün gün və güzəranın yaxşı olması üçün çalışırlar. İlahi, pərverdigarı aləm, özün də o insanlara kömək ol günah və hər kəsi ki Azərbaycanı sevməz, müsəlman bacı və qardaşlarımızı sevməz, Allah Teala'nın an verə izzət cəlalı xatirinə onların şər və xətasını üzerimizdən tezliklə götürsün. Allah Teala din düşmənlərimizi, vətən düşmənlərimizi həmişə məğlub etsin. Bizi və Azərbaycanı, İslamı həmişə qalib qərar versin. Allah Teala bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar versin. Onun zuhurun təcil qərar versin. Allah Teala biz müsəlmanları bir-birimizə mehriban qərar versin inşallah. Ruzilərimizi bol qərar versin inşallah. Nə ki ürəyimizdə
bu Qurban bayramında, bu gözəl bayramda nə ki ürəyimizdən hacətlərimiz var, şəri niyyətlərimiz var, hacətlərimiz var ki Allah onları bəyənir. Burada əyləşən ağsaqqal, cavan, həmyaşıd, ana bacı, qız gəlin, xanımlar ki var, onların ürəyindən nələr ki keçir, onların həyata keçməsində hər birilərinə və hər birimizə kömək olsun inşallah. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Cəmal-i Peyğəmbər salavatı eləyək.